proqramı Bakinka M Studiyanın təqdimatı ilə sizə çox maraqlı məqamlar vəd edir. Məsələ Bakinka M Studiyadayıq biz indi hal-hazırda. Gözəllik sahəsində böyük uğurlar əldə edən gözəllik məkanı kimi tanınan Bakinka Gözəllik Salonu doğrudan da artıq neçə illərdir ki, xanımların gözəlliyinə daha da bir gözəllik əlavə edir. Onların, necə deyərlərsə, o incə, zərif görünüşünü daha da maraqlı edir. Bunu artıq biz neçə illərdir ki, şahidi olmuşuq və elə stil proqramında artıq neçə verilişdir ki, siz burada baş verən yaradıcı proseslərlə tanış olursunuz. Hər bir ustanın, necə deyərlərsə, gördüyü işləri nəzərinizdən keçirirsiniz və öz seçimlərinizi edirsiniz və mən əminəm ki, siz seçiminizdə yanılmayacaqsınız, çünki Bakinka M Studiyada yalnız və yalnız peşəkarlar çalışırlar. Bakinka M Studiya bu dəfə sizə fərqli obrazlar nümayiş etdirəcək. Xatırladaq ki, M Studiya peşəkar və dəyişməz kollektivi ilə bir çox məşhurların diqqətini cəlb edir. Başlayaq stilist Sərxanın yaradıcılığından. Ona müraciət edən hər bir xanım yaraşıqlı görünüş əldə edir. İndiki elədiyim saç düzümü isə gecə ziyafəti üçün maraqlı bir saç düzümüdür. Burada iki sintezin qaçışığıdır. Klassik sintezlə vamp stil deyərdim. Çünki gördüyünüz kimi saçın bu hissəsi daha dağınıq formada, dağınıq obrazdadır. Bu biri hissəsi isə daha orijinal, daha sığallı bir formadadır. Ona görə bu belə saç düzümlərini gecə ziyafətinə, banketlərə eləyə bilərsiniz. Ona görə də buyurun, gəlin. Bu gözəllik bölümündə çalışan stilist Zamik hər dəfə yığdığı saç düzümlərində zərif buruqlara xüsusi yer ayırır. Saçlarda dalğalı buruqlar öz təbiiliyini qoruyub saxlayır. Saçlar kimi əllər də zərif və sağlam olmalıdır. Bunun üçün manikür ustası Tünzəli xanımın təklif etdiyi xidmət növlərindən yararlanmaq mütləqdir. Dırnaq qaynağı və boyanın dırnaqda uzun müddət qalması üçün şlak ən gözəl vasitədir. İndi isə stilist Təranənin əl işinə nəzər salaq. O, gənc qızlara yaraşan saç formalarını çox gözəl bilir. Gördüyünüz kimi, xanımlarımız gənc bir xanımın gözəlliyini, necə deyərsə, vurğulamaq üçün usta Təranə xanım məhz zərif, son dəbə uyğun olan bir saç düzümü etdirdi. Həm makyajı, həm saçı onun gözəlliyini, təbiiliyini itirmədi. Bu da çox önəmlidir Təranə xanım. Bunu siz bacarırsınız. Çox gözəl. Çox sağ olun. Ne deyə bilərik? Hər şey göz önündədir. Baxın, izləyin, dəyərləndirin, seçiminizi edin. Bugün üçün aktual olan son zəng bütün qızların həyəcanla gözlədiyi bir gündür. Gördüyünüz kimi stilist Təranə məzunların hansı görünüşdə olmaq istədiyini tez bir zamanda müəyyən edir. Belə bir gündə ən zərif makyajı belə vizajist xanım edəcək. Bakinka M Studiyanın daimi vizajisti xanım ən dəbli rəng çalarlarından zövqlü və fərqli makyaj növlərini nümayiş etdirir.
Hazıram. Çox sağ ol xanım. Demək olar ki, makiyajın sonuncu ştrixləri hər zaman çox vacib olur və gördüyünüz kimi buranın bir vizajisti var ki, professional bir vizajistdir, xanımdır. Burada gözəlləşən hər bir modeli özünə məxsus olaraq bəzəyir və mənim üçün də ümumiyyətlə çox maraqlıdır ki, makiyajda önəmli nə sayılır ümumiyyətlə? Önəmlisi odur ki, əsas odur ki, üz cizgilərinə yaraşan bir şey olsun. Yəni hər bir xanıma xüsusi o ayrıca bir vizaj olmalıdır. Bunu nəzərə almaq lazımdır. Çox doğru bir fikirdir. Ona görə də əziz xanımlarımız yalnız professionallara müraciət etmək lazımdır. Çünki professionallar zövqlü makiyaj nədir? Bunu çox gözəl bilirlər. Eləcə də gəlinlər üçün zövqlü makiyaj məhz vizajist xanım tərəfindən edilir. Saçlar üçün sağlamlıq çox vacibdir. Quru, haçalanmış saçlarda gözəlliyə çatmaq mümkün deyil. Ona görə də saç ustası Uля saç kəsimlərində məhz qaynar qayçı vasitəsindən istifadə edir. Müalicəvi üsul kimi dəyərləndirilən keratin düzləşdirilməsi saçların sağlam və parlaq görünüşünü bərpa edir. Keratin natural maddədir, tərkibi zülallarla zəngindir. Bütün saçlar üçün, yəni bütün saç növləri üçün məsləhətdir. Boyalı, asfalteniya olunmuş, zavifkalı saçlar üçün yəni heç bir problem ola bilməz. Keratin düzləşdirmə saçda 4-5 ay ərzində qalır. Müalicəvi effekti daha çoxdur. Qızlar üçün ən maraqlı məqam gəlinlik obrazıdır. Vaxt itirmədən stilist Samirənin yığdığı saç düzümünü seyr edək. Hər zaman təbii gəlin obrazına üstünlük verən stilist bu dəfəki obrazı ilə də yadda qaldı. Bu saç düzümü elədir ki, yəni hər gün, daha bir 3 gün bu saç düzümündə yəni istifadə eləmək olar. Hər günün öz gözəlliyi ortaya çıxır. Bir gün biraz açıq buruqlar olur, bir gün yığılmış. Yəni ki, bir balaca bunu arxaya etdikdə başqa görüntü olur. Yəni belə eləyəndə başqa görüntü, başqa bir aksesuar vurmaq olar. Yəni gələcək həftələrimizdə mən göstərəcəm başqa saç düzümləri də. Təşəkkürümü bildirmək istəyərdim saçlarıma görə Təranə xanıma. Artıq siz bilirsiniz ki, proqram ərzində onun gördükləri işdə başqa ustalar kimi göz önündədir və eyni zamanda da makiyajıma görə təşəkkürümü bildirəm. Buranın yeganə bir vizajisti var, o da xanımdır və gördüyü hər bir işlə də fərqlənir.